Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Aida müəllimə sizinlə yenidən bir məsələnin həllini paylaşacağım. Məsələmiz maqnit sahəsi enerji bölməsindən olan 103-cü məsələdir ki, adətən uşaqlar bu tip məsələlərdə çətinlik çəkirlər. Sarğaclardakı maqnit sahələrin enerjiləri arasındakı hansı münasibətlər doğrudur? Baxırıq ki, uşaqlar, 3 dənə sarğacımız var. Bizə deyir ki, bu sarğaclardakı maqnit sahələrinin enerjilərini müqayisə et. Yəni, V1-imiz, V2-miz, V3-ümüz nəyə bərabər olacaqdır deyir bizə. Baxırıq ki, məsələdə induktivliklərin qiymətləri bərabərdir. Yəni, elimiz konstantdır. O zaman elimizlə bizim işimiz olmayacaq. Keçəcək enerjinin düsturundan bilirik ki, bizim enerjimizin ən məşhur düsturu Eli kvadratı bölünsün 2'dir. Və biz şəklimizə baxanda görürük ki, sarğaclardan müqavimətlər birləşdirilibdir. Burada bir müqavimətimiz var. Burada isə 2 dənə müqavimətimiz var. Və R müqavimətindən axan cərəyanı I, burada 2 dənə müqavimət olduğu üçün buradan keçən cərəyanı 2 qəbul etsək, lap başdakı sarğac bunun hər ikisinə qoşulubdur. I bu birinciyə, 2 də aşağıdakına verilibsə, demək ki, buradan da keçən cərəyan ümumilikdə 3 i'yə bərabərdir. Demək ki, nə oldu? Bizim V1'imiz, burada birinci i'miz sadəcə i olduğu üçün V1'imiz elə I kvadratı bölünsün 2 ilə ifadə olundu. İkinci sarğaca baxanda, baxıram ki, burada artıq mənim 2 dənə cərəyanım var. Yəni, cərəyanım olacaq 2i'nin kvadratı bölünsün 2. 2i'nin kvadratı da uşaqlar mənə 4i'nin kvadratını verir də, düzdür. Keçirəm 3-cü enerjimə. Bura baxanda isə bu sarğacda görürəm ki, ümumilikdə 3 dənə cərəyan şiddəti var. Mən 3-cü enerjini də yazıram L. 3i'ni kvadrata yüksəldəndə 9i'nin kvadratı bölünsün 2'ni verdi mənə. İndi baxırıq bura. Əsas məsələ buradan başlayır. Baxıram ki, V1'im sadəcə L kvadratı bölünsün 2'dir. V2'm isə 4L kvadratı bölü 2'dir. O zaman bunu 4V1 qəbul edə bilərik də. 4 dəfə böyükdür bundan çünki. Üçüncüyə baxanda isə görürük ki, bu 9L kvadratı bölünsün 2'dir. Birincidən 9 dəfə böyükdür. O zaman bunu da 9V1 qəbul etmiş olduq. Keçirik cavablara görə belə cavablarımız varmı? Bəli, V3 9V1'dir. V2'miz də 4V1'dir. Amma bu cavablar yanlış cavablardır. Çünki V3'ümüz 3V2 değil. V2'miz 2V1 değil. V2'miz de 1 tam %25V1 değil. V3 bərabərdir 2 tam %25 V2'ni də ispat edək görək. Doğrudur mu, yanlışdır mı? Bax, mənə deyir ki, V3 2 tam %25 V2'ye bərabərdir. V3'ün 2 tam %25 V2'ye bərabər olması üçün V3'ün qiymətini V2'ye bölməliyəm ki, görüm, mənə 2 tam %25'i verirmi, ya yox? 9'u böləndə 4'ə görəm, həqiqətən də 2 tam %25'i verdi. O zaman V3'üm V2'dən 2 tam %25 qədər böyüyümüş. Çünki bax, V2'nin qiyməti nədir uşaqlar? 4V1'dir də, düzdür. 4V1'i bura qoyanda 2 tam %25'i 4'ə vuranda yenidən gəlib 9V1 olursan. O zaman bunu da doğru qəbul etmiş ola bilərəm ki, V3'ümüz də 2 tam %25 V1'ə bərabər ola bilər.